Haydi haydi. Maç başladı. Murata. Sola. Badolo. Yankovic'le göre bu defa cinahtan inir Yankovic. Bu defa ona karşı Kunda'ya ötürməni edebildi. Başla zərbə və gol! Höccət hak verdi. Sumqayıt hesabatçı. Aleksa Yankovic'in sol cinahtan ötürməsini rahat şekilde gola çevirir. Höccət hak verdi Sumqayıt'ın 3 nömrəli futbolcusu. Bu kararı vermedi. Bakırız. Gelin bakalım Höccət hak verdinin hareketi görün necə. Zamanında mövqe seçti. Bir qədər fərqli nöqtədəydi. Əsl forward instinkti nümayiş etdirdi burada Höccət hak verdi. Çok doğru şekilde hareket etti. Lazım olan nöqtəyə getdi və iki müdafiəçinin arasında elə mövqe seçdi ki, nə Murad Musayev, nə də Nicat Əliyev ona mane ola bilmədilər. Və əlbəttə Aleksa Yankovic'in də Badolov geri oynadı və uğursuz ötürmə indi burada fürsəti var Qəbələnin. Tek ve tekti demək olar ki, zərbə qapıya və top qapının yanından keçir. İnanılmaz fürsət. İsmail Akinade əldən verir. Futbolçu baxır təkrara. Kim etdi bu səfə? Badolo ötürməni edir və əlbəttə gözləmirdi, Höccət hak verdi. Heç tam olaraq Höccətin ayağına da verilməmişdi bu ötürmə. Höccət də əli ilə də göstərir ki, bura ötürmə çox təhlükəli. Faktiki olaraq təkbətək çatdı İsmail Akinadəni, Badolo bu ev. Amma əsas odur ki, sonda doğru futbolçuya vərəqəni göstərdi. Eduardo ötürmə irəli. Bir toxunuşla yaxşı oynadı bu dəfə Akinade. İndi Balua'nın zərbəsi. Xəyal Fərzullayev topu əlindən buraxır. Balua burada nə oldu ona? Göstərildi bizə. İndi isə Eşkin Əhmədov yerinə yetirir, standart vəziyyəti izləyirik. Ötürmə gəlir cərimə meydançasına. Eduardo'nun zərbəsi alınmır, qarşılıq və burada necəsə vermədi və yan xəttdən çıxardı. Gəlin baxaq təkrara. Eşkinin ötürməsi, Eduardo'nun cəhdi, burada yaxın məsafədən zərbə endirmək istədi Akinade. Çox qarışıq bir vəziyyət. Burada Kefil Resende də sona qədər mübarizə apardı. Burada 50 oyun var idi kimdəsə, məncə yox. Akinade və Kefil'in mübarizəsi. Kefil burada topu oynadı. Akinade yıxıldı. İndi burada nə qədər problem var ola bilər də. Hər halda Vüqar Həsənli davam deyir. Oyun davam edir. Bəli. Zonadan gözəl qolu var idi Ninkovic'in Neftçiyə. Adriel Balua, Eşkin ötürməni edir cərimə meydançasına. Höccət hak verdi. Yaxşı oynayır havada bu dəfə müdafiəçi olaraq. Burada indi fürsəti var. Qəbələnin zərbə top qapının üstündən keçir. Seydina Keita yoxladı bu epizodda. Aha, bu dəfə Balua yerini yetirəcək. Ötürür cərimə meydançasına. Və uzaqlaşdırır burada Ninkovic. Çox uzağa getməyib hələ top. Burada isə bir toxunuş var idi Aleksa Yankovic'ə. Bədənə bitişi idi Əli hər halda. Üsal. İndi Sumqayıt azarkeşlərindən Səbuhi Abdullazadənin adını səsləndirdiyini eşidirik. Gəlin baxaq. Balua'nın zərbəsi. Xəyal Fərzullayev. Sumqayıtın gənc qalkiferi baxırıq təkrara. Balua'nın ötürməsi, daha doğrusu Prince'in ötürməsi, Balua'nın zərbəsi və Xəyal out yerinə yetirir. Keita. Mərkəzə. Eşkin yoxlamaq olar. Yoxlayır. Top qapının üstündən keçir. Ayaq zonasında çox inatkar oyun nümayiş etdirə bilir Sierra. Top Qəbələdə. Keita irəliyir. Eşkin. Eşkinin ötürməsini verə bilir. Akinade. Zərbə ovusundan dirəkdən qayıdır. Daha bir zərbə olacaqmı? Yox. Epizoduydu bu maçda. Qonaqların baxırıq təkrara. Burada Akinade yenə də yaxşı oynadı. Yenə arxası qapıya zamanında və dəqiq ötürmə verə bildi. Gol yoxdur. Əks hücuma çıxır Qəbələ.
Balua irəliləyir. Balua ötürməni verə bildi. Massumo. Massumo təşbih gedir. Massumo! Balua'nın ötürməsi. Massumo'nun zərbəsi və qeyri-dəqiqlik. Və indi biz Emil Mustafayevin oyuna hazırlaşdığını görürük. Eşqinin ötürməsi gəlir. Burada qəbul etdi Massumo zərbə. Növbəti zərbə. İndi Qəbələnin hücumu. Ovusu. Ovusu zərbə meydançasının önünə. Zərbə Balua'dan. Eduardo qabaqlayır. Burada Yankovic yaxşı oynayır. Top qayıdır Sumqayıta. İrəlilətirmə. Yankovic artıq sol cinatdadır. Sürətli yığır topla. Yankovic zərbə meydançasına başlar Ramalingom. Qeyri-dəqiq. Niyarovu da görəcək oyunda. Balua'nın ötürməsi gəlir. Zərbə və topu tutur Yankovic. Biraz da geri. Vüsal Paşayev. Höcət. Riskliydi amma özünü doğruldur bu risk. Sen Hacı irəli. Ramalingom görək nə edəcək. İki futbolçunun əhatəsindədir. Ramalingom topu saxlaya bildi. Ramalingom. Ramalingom! Bu da Aleksandr Ramalingom burada hazırlaşdı zərbəyə əməlli və yoxladı sol ayağı ilə qolun müəllifi oldu. Bu arada 4 dəqiqə artırılır. Rüstəm Əhmədzadə və səlahiyyət qapısını tərk edir. Burada müdaxiləsini edə bilir. Amma Sumqayıtın hücumu davam edir. Ramalingom büdürüyor burada. Güc sərf edən futbolçulardandır. 90 dəqiqəni tam olaraq meydanda keçirənlərdəndir. Burada səlahiyyət tərk etdi qapısını. Rüstəmin zərbəsini dəf edə bildi. Səlahiyyət Ağayev də artıq gəlmişdi cərimə meydançasına, amma indi topu ələ keçirmiş Sumqayıt futbolçuları. İndi Səvoy Abdullazadə oynayır sol cinaha. Ölkəni savuşturdu. Bu epizodla bağlı. Adriel Balua ötürməni edir. Zərbə alınmadı. Eşqin Əhmədovun zərbəsi artıq oyunu saxlayır. Vüqar Əsənli burada. Və bu da maçın final fiti. Sumqayıt demək olar ki 3 aylıq və 9 oyunluq fasilədən sonra Premier Ligada qələbə qazana bilir. Qəbələnin isə Ligada qalmaq uğrunda mübarizəsi davam edir. Futbolu CBC Sport'ta izləməyə davam edin. Sağ olun. Həmişə futbolda.